Hər kəsə salam uşaqlar. Bu gün sizə necə LLC aça bilərsiniz, bunu göstərəcəm. Ən çox aldığım suallardan biridir. Necə ödəniş sistemi qoşa bilərik? Azərbaycanda ola Shopify aktiv olmadığı üçün necə şirkətimizi açıb qoşa bilərik? Ona görə sizə istədim canlı bu gün bir dənə şirkət aça-aça göstərim. Fikirləşdiyiniz qədər çətin bir şey deyil, sadə bir prosesdir. Burada siz şirkət açanda ilk məqam odur ki, eləməli olduğunuz bir agent seçməlisiniz ki, bu agent vasitəsilə siz şirkətinizi açarsınız Amerikada. Mənim şəxsən həmişə istifadə etdiyim Northwest Registered Agent'dır. Bu saytdan açacağam. Bunu eləmək üçün bir Amerika rezidenti olmağınıza ehtiyac yoxdur. Bunu da vurğulayım ki, niyə Amerika şirkəti açırıq UK yerinə? Çünki UK çox tez bloklanır. Daha ucuz olsa da, daha qısa çəksə də UK ilə açacağınız hesablar UK-in qaydaları çox sərt olduğuna görə tez bağlanacaq. Deməli, ilk olaraq giririk burada Services hissəsinə və Forman LLC-yə basırıq. Burada gördüyünüz Start Your LLC-yə basırıq sonra. Burada seçəcəyimiz ştat olacaq Wyoming. Bir neçə ştatdan aça bilərsiniz məsləhətli. Delaware var, New Mexico var, Wyoming var. Mən şəxsən həmişə Wyomingdən açıram, çünki vergi qaydalarına görə ən əlverişlisi və gizlilik qaydalarına görə ən əlverişlisi Wyomingdir mənim fikrimcə. Wyomingi seçəndən sonra burada Continue'ya basın. Burada şirkətin adını yazmalı olacaq. Şirkətin adı heç bir fərq eləmir. Siz özünüzə uyğun bir ad seçin. Burada önəmli bir məqam şirkətinizin adını yazdıqdan sonra EIN Filing Servisi seçin. Çünki bizim bir vergi nömrəsinə ehtiyacımız olacaq. Bu vergi nömrəsi vasitəsilə Shopify-da hesabımızı yaradacağıq. Burada I don't have a US Social Security number seçin. Əgər soruşursunuzsa ki, bəs SSN-ə bizim ehtiyacımız olacaqmı Shopify Payments açanda, ehtiyac yoxdur. Sizə göndərilən EIN elə bəs eləyəcək açmaq üçün və ümumi miqdar gəlib çıxacaq $342. Şirkət açmağın ümumi xərci olacaq bu qədər. Burada ad, soyad, belə detallarınızı doldurursunuz. Parol yaratmaq, bunlar önəmlidir, bunları bir qırağa yazın və artıq ödəniş detallarına gəlib çatırıq. Deməli dostlar, ödəniş elədikdən sonra belə bir səhifəyə yönləndirəcəklər sizi. İndi burada biznes detallarını dolduracağıq. Add State Filing Details-a basın. Burada deməli industry seçirik, yəni hansı sahədə olduğunu, Retail Trade seçin. Çox da önəmli bir şey deyil onsuz da. Burada elə bu ilk çıxan optionu seçin, Registered Agent Address, digərlərinə ehtiyac yoxdur. Elə bunu seçirik. Bu odur ki, bizim yerimizə bu Registered Agent'ın adresi görsənəcək. Wyomingdə bizə bir adres verəcəklər. Öz ofislərinin adreslərini, burada gördüyünüz adresi. Ona görə bizim Amerika adresimiz olmuş olacaq artıq istifadə edə biləcəyimiz. Deməli, burada Member Manager seçəcəksiniz, yəni bir şəxs tərəfindən idarə olunan və ədə basıb öz ad soyadınızı əlavə edirsiniz burada. Sonraki səhifəyə keçirik. Son olaraq burada istəyirsinizsə tez çatdırılsın. Çünki bir müddət çəkir gəlib çatmağı. Burada gördüyünüz kimi 5 günə gəlib hazır olacaq. Əgər istəyirsə daha da tez çatsın, priority seçə bilərsən, amma məncə ehtiyac yoxdur. Və Submit Your Order eləyirik. Artıq LLC-miz hazırdır, LLC zakazımız. Eləməli olduğumuz bir şey vergi nömrəsində gəlmək üçün, çünki bu ayrı bir servisdir, ayrı bir xidmətdir. Sizin LLC-niz dərhal açılacaq demək olar. Amma biz EIN-in gəlib çatmağını gözləməli olacağıq Shopify Payments açmaq üçün və EIN də real postla göndərilər Amerikadakı adresimizə. Ona görə bir neçə həftə çəkir. Complete forma basırıq burada. Do you have an ITIN-ə no-ya basırsınız. Burada Wyomingi seçirik. Sadə 1-2 söz belə bir şey yazsanız yetərlidir. Start date ilə həmən günü seçin. Number of members bizdə 1 olacaq və bunlara ehtiyac yoxdur. Burada öz adresinizi qeyd edin, Azərbaycanda olduğunuz adresi. Bu heç bir şəkildə public olmayacaq. Sadəcə şirkətin sahibinin kim olduğunun adresi lazımdır bunlara. Deməli, burada yazılan yuxarıdakı principal adres hissəsinə öz Azərbaycan adresinizi doldurursunuz. Burada company mailing adresi isə sizə LLC üçün verilən Wyoming adresini qoyuruq. Və bununla da bir yerdə artıq bizim şirkətimiz hazırdır. Sizə maildan təsdiq gələcək bir neçə gündən sonra. Bir LLC-nin təsdiqləndiyi barədə artıq LLC-niz rəsmi olaraq sistemdə görsənəcək və sonradan da EIN üçün gələcək. Bunlar gələndə siz bəzi formlar dolduracaqsınız. Bu formlar çox sadədir. Sizin orada EIN nömrəniz görsənəcək və həmin o mail-la bir yerdə siz artıq Shopify Payments-a girib Amerika qeydiyyatından keçə biləcəksiniz. Shopify-a daxil olduqda burada Start for Free-yə basacaqsınız. Ölkəni burada Amerika seçirsiniz və həmin LLC detallarını işlədərək həm Shopify Payments-ı aktiv edə biləcəksiniz, həm də bir Shopify hesabı aça biləcəksiniz. Gördüyünüz kimi bu qədər sadə, burada çətin bir şey yoxdur. Mənə nə suallarınız olsa aşağıda qoyacağım Instagram hesabımdan verə bilərsiniz. Hər suala səsli mesajla cavab verirəm. Başqa nə videolar istəyirsinizsə bu videoya komment olaraq yazın və gələcək videolarda fikirlərinizi dəyərləndirəcəm.